Üzeyir bəy, mən nəyə toxunmaq istəyirəm? Bilirsiniz ki, Zelenski baş qərargah rəisi Anatoliy Bargileviçi də əvəz elədi, vəzifəsindən azad elədi və bu vəzifəyə Andrey Gnatovu təyin etdi. Yəni, ümumiyyətlə, bir müharibə aparan dövlətdə belə baş qərargah rəisi, ümumiyyətlə, silahlı qüvvələrin komandanlığı ilə bağlı daimi dəyişikliklər nə dərəcədə məqsədə uyğundur? Hər bir ölkənin, yəni Ali Baş Komandanın qərar qəbul etmək səlahiyyəti var. Mən hesab edirəm dünənləri Zelenskinin baş qərargah rəisi vəzifəsinə Andrey Gnatovu təyin eləməsi, yəni bu onun müstəsna səlahiyyətidir. Anatoliy Bargileviçi də inspeksiyanın, yəni baş inspektor qoyub, yəni Müdafiə Nazirliyinin baş inspektoru vəzifəsinə qoyub. Andrey Gnatov çox təcrübəli generaldır. Yadınıza gəlirsə, fevral ayında o Birləşmiş Qoşunlar komandanı vəzifəsindən ondan da əvvəl Fortitsa qrupirovkasının komandanı vəzifəsindən çıxarıldı. İndiyə qədər də baş qərargah rəisinin müavini idi. Yəni, döyüş keçmiş generaldır, çox böyük təcrübəsi olan bir generaldır. Ona görə də onu indi baş qərargah rəisi qoyub. Rüstəm Umerovun deməli, təqdimatı əsasında. Mən hesab edirəm ki, bu Zelenskinin seçimidir və Zelenski də ordusunu gücləndirmək üçün bu qərarı verir. Ukrayna ordusunun hansısa bir idarə etmədə fəlakəti yoxdur. Düşünək ki, Ukrayna ordusu nə bilim bacarmır. Ukrayna ordusunun bir generalı, elə bir Zaluzhnisi bütün Rusiya ordusunun bütün generallarından üstün idi. İndi bugün Zaluzhni düzdür, Böyük Britaniyada fövqəladə və səlahiyyətli səfirdir. Amma Ukrayna ordusunun da idarə etməsində kifayət qədər savadlı, bacarıqlı generallar var. Onlardan da biri həmin haqqında danışdığımız deməli Andrey Gnatovdur. Cavan generaldır, savadlı generaldır, döyüş görmüş generaldır. Ona görə mən Zelenskinin bu seçiminə çox normal, sakit yanaşırım. Biz də 44 günlük savaşda baş qərargah rəisimizi dəyişdik. Yadınıza gəlir də. Yəni, amma bizdə məhz uğursuzluğa görə dəyişdik də. Xeyr, uğursuzluğa görə yox, başqa məsələlər. Cəbrayıl istiqamətində hücumumuz istənilən şəkildə, istənilən qədər effektli deyildi, yəni belə demək mümkünsə. Həm istənilən qədər effektli deyildi, həm də bəzi qərarların, yəni kənara sızma ehtimalı və belə deyək də narahatçılığı var idi deyə belə bir qərar qəbul edildi. Mən hesab edirəm, yenə Ukrayna ordusu bugün Avropada həqiqətən də qardaş Türkiyə ordusu ilə bir yerdə ən döyüşkən bir komandaya malikdir. Nə qədər onu pisləsələr də, nə qədər taxtabaş yığınağı, o belə deyək, qanı qarışıqlar desə ki, ay nə bilim Ukrayna yoxdur. Baxın, görün bu günləri Rusiyanın hansı nöqtələri vurulub, həmin o pilotsuz uçuş aparatları ilə. Dünən deməli Tuapsedəki, Krasnodar vilayətinin Tuapse şəhərindəki o ən böyük neft emalı zavodu, yəni Ukrayna tərəfindən sıradan çıxarıldı. Və Ukraynanın yeni raketləri bilirsiniz də, yəni 1000 kilometr məsafəni hədəfləyən raketləri var. Özdə Ukrayna istehsalı olan, bu hansısa Amerika istehsalı olan və yaxud da ki İran istehsalı olan deyil. Ona görə mən demək istəyirəm ki, baş qərargah rəisinin dəyişilməsi bu prosedur qaydadır. İndi hesab edib ki, belə bir addım atmaq lazımdır və addım atıb. O ki qaldı, sizin o lap əvvəldə, verilişin əvvəlində o Trump'ın Putin'ə xahiş eləməsi, sən Allah Ukrayna ordusunu belə deyək, bağışla, Putin'in də ora qaza gəlməsi ki, yox, onlar böyük cinayətlər işlədir. Sən demə, Ukrayna əskərlərini güllələyən Rus əskəri humanist və çox xeyirxah əskərlərdir. Mariupolda, Buçada, İrpində, Qastomeldə qətliamlar həyata keçirən Rusiya ordusu çox mələk ordudur. Putinlə bir yerdə, öz Ali Baş Komandanı ilə bir yerdə. Nəinki Ukrayna ordusu, hansı ki mən hələ indi görməmişəm ki, Ukrayna sözsüz ki var. Yəni o indi kadrlarda biz görməmişik. Müharibə elə bir dəhşətdir ki, orada hər şey baş verir. Ona görə Ukrayna ordusunun yəni vəziyyəti ilə bağlı mən zərrə qədər də narahatçılığım yoxdur. Aydındır. Üzeyir bəy, bu biz indiyə qədər ki, yəni xüsusən son 10 gündə, 15 gündə daha çox intensivləşib Rusiya, Amerika, deməli Ukrayna əlaqələri, yəni təmasları belə deyək. Siz burada Trumpla, yəni Putin arasında hansısa bir razılaşdırılmış oyun elementləri görürsünüzmü? Sualı anlamadım.
Bilmək istəyirəm ki, yəni sizə elə gəlmir ki, Putinlə Tramp bir əl oynayırlar. Yəni öz aralarında hansısa bir razılaşdırılmış oyun var və ustalıqla, yəni mərhələ-mərhələ, addım-addım o birgə planı həyata keçirirlər. Mən yəni bu Uyutkovun bayaqları dedim bir cümləsi ki, Putinlə Tramp arasında çox böyük dostluq əlaqələri var. Hələ bilmək olmaz ki, bunlar nə vaxtsa 80-ci illərdə, 86-cı illərdə Leningradda deməli Tramp rus qızları ilə belə deyək də məst xumar olanda bəlkə elə o məclisdə eləmin indi adını çəkdiyiniz şəxs də olub. Çünki o vaxtda o bilirsiniz Sobçakın yaxın ətrafında idi. Sobçakın belə deyək, ayaqqabıların bir də portfelini daşıyırdı. İndiki Rusiyanın axtarışda olan rəhbəri. Ona görə hər şey mümkündür. O ki qaldı bir ələ oynamağı. Qardaşım, yəni Mahir bəy, mən burada Amerikanı açmıram, kəşf eləmirəm. Və hətta yeni bir velosiped icad eləmirəm. Söhbət ondan gedir ki, diktatoru bütün dünya tanıyır. Bütün dünya bilir ki, yəni bu boyu hündür boy, belə deyək, yarlı, yaraşıqlı, axtarışda olan bir məxluq dünyada yəni hansı əməllərin sahibidir? Boris Nemtsov, Politkovskaya, Navalny, nə bilim, kimləri sayım, mən indi sayı hesabı yoxdur. Şimali Qafqaz gözümüzün qabağındadır, Qazaxıstan gözümüzün qabağındadır, Gürcüstan gözümüzün qabağındadır, Azərbaycanın Qarabağı gözümüzün qabağındadır. Ona görə bir ələ oynuyorlar. Əlbəttə ki, Trump bugün gərək həmin o Antonio Guterres'i çağırıb deyildi ki, sən BMT-nin baş katibisən ya hansısa bir kolxozun sədrisən. Belə deyək də o gücü, qüvvəti olmayan bir kolxozu mən nəzərdə tuturam. BMT baş katibi ölüb bu günləri, yox. BMT-nin baş katibi olsaydı çağırıb bir belə deyək də fövqəladə iclas çağırır, derdi ki, bu ölkəni, bu nüvə dövləti, adının nüvə dövləti. Siz bu günləri ölü bir durumdur Mahir bəy. Beynəlxalq hüquq işləmir. Beynəlxalq hüquq işləməyən yerdə əlbəttə ki, Putin də 4-cü ildir fironluq eləmək istəyir. Bugün dünyada yəni beynəlxalq hüquq adlı bir anlayış yoxdur. O kağızda var, tədbirlərdə, yarlı yaraşıqlı tədbirlərdə əllərinə kağız alsınlar. Bax, necə ki, mən indi əlimə kağız götürüb, belə deyək də, tribunaya keçib, belə deyək də, oxuyaq oradakı, nə bilim, BMT nizamnaməsi, filan maddələr, filan işlər yoxdur. Əgər doğrudan da beynəlxalq hüquq olsaydı, bu gün çoxdan Putin o Duterte kimi Filipinin sabiq prezidenti kimi tutub aparıb Haqaya təhvil vermişdir. Beynəlxalq hüquq işləmədiyinə görə bu günləri dişlərini ağarda dünyanı gəzirlər. O cümlədən də Bakının küçələrində dişlərini ağardırlar. Mən dünənləri onların aeroportda qarşılanma mərasimine baxdım. Elə bildim ki, təzə, belə deyək də, ad gününə gəliblər orada. Valentina Matviyenkası, Əli Əhmədovu, Polad Bülbüloğlusu, sonra Rusiyanın Azərbaycandakı səfiri və digərlər. Yəqin ki, o görüntüləri gördünüz, şəkilləri gördünüz. Mən şəxsən xəcalət hissi tökdüm. Bir Azərbaycanlı olaraq özümə nifrət elədim ki, axı, belə deyək də, o məlum hadisədən elə də böyük bir vaxt keçmir. Bunlar nəyəcə belə işlərini ağarda aeroportdan, sanki belə deyək də, doğmalarını görüblər. Utancdır, utanc, tarixdir bu. Belə utancı biz yaşamamalıyıq. Azərbaycan olaraq, Azərbaycan xalqı olaraq. Buyurun Mahir bəy. Bir halda ki, siz keçirdiniz söhbəti Rusiya ilə münasibətlərimiz, Valentina Matviyenkonun çoxdan gözlənilən səfəri, çünki bildiyimə görə elə təxminən 10 gün bundan əvvəl anonsu gedir ki, doğrudan da həmin o xanım Matviyenko bura gələcək və bu dövlətlər arası münasibətlərdə yaxınlaşmanın, münasibətlərin istiləşməsinin məlum təyyarə qəzasından sonra bir elementidir. Burası aydındır. Üstəlik, Vladimir Putinin Prezident İlham Əliyevə zəng eləməsi, həm də tək yox, Aleksandr Lukashenko və Emomali Rəhmanla birlikdə zəng etməsi. Bu da çox belə həqiqətən qəribə təsir bağışladı. Çünki əgər Putinin sözü varsa, yəni qələbə paradına dəvət eləmək istəyirsə Azərbaycan prezidentini, məncə birbaşa da dəvət eləyə bilərdi. Bura Lukashenko ilə Rəhmanı niyə bu söhbətə, yəni belə demişsə, kurs elədi, biraz başqa cür Lekska ilə desək, yəni el dili ilə desək, niyə, hədəf nədir, niyə utanırmı, xəcalət çəkirmi Putin birbaşa deyə bilmir ki, mən sizi dəvət edirəm, gəlin qələbə paradında iştirak edin. Deyir,
heyf ki efirdir. Mən başqa sözlər istifadə eləyərdim. Heyf ki efirdir. Başa düşürsünüz? Yenə də demək istəyirəm ki, insanda gərək bir ləyaqət ola, insanda gərək bir şərəf ola. Başa düşürsünüz? Sən əgər həqiqətən də bir dövlətin başçısınsa, götürüb telefonu zəng eləyə bilərdin birbaşa. Üzr istəyirəm, o sağdış solduşla, o bizim o el dilində deyirlər, toylarda. Başa düşürsünüz? Sağında Lukashenko, solunda da İmamali müəllim. O İmamali müəllim ki, hansı ki bunu Düşənbədə sındırmışdı. Yadınıza gəlir? Bəli. Vladimir Vladimirovич, мы же здесь руководители суверенных государств. Вы чего хотите сказать? Eyni ilə onun sözlərini deyirəm. Yadınıza gəlir də. Bəli. Bu Düşənbədə olmuşdu. Kim onu sındırır, tam onun yanındadır. Başa düşürsünüz? Üçlü zəng eləyib. Nə var, nə yox, keyfiniz, əhvalınız necədir? Mayın 9-unda gələ bilərsən. Yəni bundan artıq, yəni nə deyim, mən indi çox bu məsələnin dərinliyinə getmək istəmirəm. Bəziləri deyəcək, bunun siyasətdən başı çıxmır. Səncə bu da dərin bir siyasətdir. Azərbaycan prezidentini 80 illik tədbirə dəvət eləmək üçün yanında mütləq ya Lukashenko olmalıydı, ya da İmamali olmalıydı. Bunu belə deyək də, məni tutun yıxılacağım. Yoxsa mən necə zəng eləyim, necə üzrxahlıq eləyim? Biz siyasətdə bugün baş verənləri, Mahir bəy, 10 il, 15 il sonra onun incəliklərin eşidəcəyi, biləcəyi. Bu günləri elə şeylər baş verir ki, yenə də deyirəm, onun siyasətə heç bir dəxli yox. Sən mənim təyyarəmi vur, mənim vətəndaşımı öldür, sonra da denən ki, gəl burada mənim üçün üzr istəyirəm, hansısa bir tədbirdə iştirak et. Bugün Ukraynanın başına odalov yağdıran bir cinayətkar dünyaya dərs keçir ki, mən belə humanistəm, mən belə, nə bilim, insanpərvərəm. Və onun da nümayəndələri gəlsin, Bakıda bizə burada ağıl öyrətsinlər. Dişlərin də elə ağardırlar, adamın nifrətdən başqa bir hissiyatı oyanmır. Hərçən ki, yenə də deyirəm, siz deyirsiniz, o Valentina Matviyenko, necə bunlar Ermənistana getmədilər, öz bacılarının yanına, öz sevimli marşrutlarına getmədilər, Bakıya gəldilər. Burada nöqtələri qoyuram, əgər ki, nə demək istədiyimi siz başa düşdünüz.